Buğa bürcü üçün 2026-cı il proqnozu, bürc dövrü və tarixlər yer almayacaq, yalnız bürc adı qeyd olunur. Ümumi vəziyyət 2026-cı il sizin üçün sabitlik, struktur və həmçinin yenilənmə enerjisi gətirəcək. Keçmiş illərdə qoyduğunuz zəhmətlər nəticəsini göstərməyə başlayacaq. Eyni zamanda dəyişməyə açıq olmaq və yeni yanaşmaları qəbul etmək vacib olacaq. Best Astrologer Umesh, bu il özünüzü daha güclü hiss edəcək, həm daxili inamınız artacaq, həm də xarici sahələrdə iş, əlaqələr, maliyyə, nəticələr görəcəksiniz. Karyera and iş. Karyeranızda 2026-cı il möhkəmlənmə və irəliləyiş ilidir. Keçmişdə başladığınız işlərin nəticəsini görmək şansınız var. Best Astrologer Umesh yeni fürsətlər çıxacaq, xüsusilə yaydan sonra. Amma qeyd olunub ki, bu fürsətləri tutmaq üçün çevik olmaq, köhnə şablonları tərk etmək lazımdır. We Mystic. Komanda işi, idarəçilik üzrə məsuliyyətlər artacaq. Müxtəlif sahələrdə daha geniş perspektivə yönəlmək faydalıdır. Eyni zamanda, işdə çox yüklənmə və balansızlıq riski var. İş və şəxsi həyat arasında sınırları müəyyən etmək önəmlidir. Horoscope View qısa məsləhət. Yeni layihələrə açıqlıqla yanaşın, amma köhnə üsullara çox yapışmayın. İş-həyat balansınızı qoruyun. Maliyyə əncəlir. Maliyyə baxımından 2026-cı il ümumilikdə müsbət istiqamətdədir. Həm gəlir şansları artır, həm də aktivlərinizi artırmaq üçün fürsətlər çıxır. Industro, xüsusilə ilin ilk yarısında xərclər artıla bilər. Evdə, ailədə və ya həyat tərzində gözlənilməz dəyişikliklər ola bilər. Lakin ilin ikinci yarısında maliyyə sabitliyi daha çox hiss olunur. Astroyogi.com, real əmlak, uzun müddətli investisiyalar bu il üçün uyğun sayılır. Tez zəngin olma sxemlərindən uzaq durmaq məsləhətdir. Horoscope View qısa məsləhət. Büdcənizi nəzərdən keçirin, impulsiv xərclərdən çəkinin və gələcək üçün planlı investisiya edin. Şəxsi həyat münasibətlər. Münasibətlər sahəsində 2026-cı il harmoniyaya yönəlib, köhnə emosional yüklərdən azad olmaq və daha dərin bağlılıq yaratmaq imkanı var. Best Astrologer Umesh, subaylar üçün yeni tanışlıqlar və ciddi münasibətlər formalaşa bilər. Münasibətdə olanlar üçün isə qarşılıqlı anlaşma önəmlidir. Astroyogi.com, ailə və ev həyatında kiçik sarsıntılar ola bilər. Səbirli olmaq və açıq dialoqa üstünlük vermək faydalıdır. Astroved.com, qısa məsləhət. Münasibətlərdə dürüstlük və açıqlıq əsasdır. Keçmişi buraxın, yeni enerjilərə yer açın. Sağlamlıq ruh halı, fiziki sağlamlıq baxımından əsas diqqətimi özünüzə qaytarın. Balanslı qidalanma, davamlı fiziki fəaliyyət, yetərli istirahət. Horoscope View əhval-ruhiyyə və daxili balans önəmlidir.